400-dən çox qadın süd vəzi xərçəngi ilə əlaqəli tibbi müayinələrə cəlb olunub. Təbbin təşkilatçılığı Paşa Holding, Paşa Sığorta, Gəncə şəhər icra hakimiyyətinin dəstəyi ilə Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasında nəzərdə tutulmuş onkoloji xəstəliklərin erkən mərhələdə aşkarlanmasına dair tədbirlər planına əsasən süd vəzi xərçənginə sinə gəririlik layihəsi keçirilib. Məlumatı təbib yayıb. Gəncə şəhər Birləşmiş Xəstəxanasının nəzdində Abbas Səhət adına xəstəxanada həyata keçirilən süd vəzi xərçənginə sinə gəririlik layihəsi çərçivəsində 25-65 yaş qrupuna daxil olan ümumilikdə 400-dən çox qadın ödənişsiz həkim-onkoloq süd vəzinin ultrasəs müayinəsi və seyyar mammoqrafiya müayinələrindən yararlanıb. Layihə çərçivəsində qadınlar arasında süd vəzi xərçəngi ilə mübarizə üsulları barədə maarifləndirmə işi aparılıb. Süd vəzi xərçənginin müalicəsində erkən diaqnozun önəmli olduğu insanların diqqətinə çatdırılıb. Qeyd edək ki, layihənin ilk mərhələsi işğaldan azad edilmiş ərazilərdə Füzuli şəhəri və Zəngilan rayonu Nağalı kəndinin sakinləri üçün həyata keçirilib deyə təbibin yaydığı məlumatda bildirilir.